Başlaya bilərik. İnformatikanın lap başdan demişdik, yadınızdasa 3 dənə sahəsi var idi. Biri yadınızda qalıbsa hardware idi, biri software-dir, biri də brainware-dir. ISO. Bu gün onlardan birinə başlayırıq. Brainware-yə başlayırıq. Yəni alqoritm təminatına başlayırıq. Sizdən soruşum əvvəlcə, alqoritm nədir? Necə başa düşürsünüz onu? Bəli, alqoritm müəyyən bir işin, fərqi yoxdur hansı işin, yerinə yetirilmə ardıcıllığıdır. Yəni, tutaq ki, biz insanlar özümüzün də algoritmimiz var da, səhər yuxudan dururuq, hər hansı bir işi görürük, yenidən axşam olur. Yəni, ardıcıllıqla baş verir bunlar. Algoritmin hansı növləri var? Onlardan danışaq. Algoritmin, qoyuyorum qələmim yazsa, dövrü algoritmlər var, xətti algoritmlər var, bir də budaq algoritmləri var. Yəni, budaqlanan algoritmlər var. Dövrü adı üstündədir. Dövr eləyə-eləyə eyni işlər təkrar olunur. Bax, məsələn, sizə dərs cədvəl vermişik ki, 3, 7, 19:00 informatika dərsi. Düzdür? Bu təkcə bir gün üçündür, bir həftə üçün, yoxsa dövr eləyəcək hər həftə, hər həftədir. Görürsən, dövr algoritmdə. Və yaxud da ki, avtobus xəttləri, bir avtobus bir nöqtədən bir dəfə keçir gün ərzində, yoxsa dövr eləyir, təkrar-təkrar keçir dövrü. Dövrü, yəni bir işi görmək üçün bir neçə dəfə təkrar edirsənsə dövrü. Xətti də adı üstündədir. Bir xətt istiqamətinə gedirsən, heç bir təkrarlanma yoxdur. Yəni, bir iş bizə dəfə icra olunur. Məsələn, riyaziyyatda olan tənliklərə bir misal gətirsək, 3x bərabərdir, 3x çıxaq 5 bərabərdir 10, 3x bərabərdir 15, x bərabərdir 5. Bunun misalın bizim bu dərsimizlə əlaqəsi yoxdur. Sadəcə izah eləmək üçün deyirəm. Bax, burada nəsə mən təkrara yol vermədim. Nəsə bir budaqla getmədim. Görürsən, birbaşa tənliyin məhsulu tapdım. Yəni, bizdə dəfə həll elədim. Bizdə dəfə də yekuna gəldimsə, bu olur xətti algoritm. Bir də var budaqlanan algoritm. Bax, budaqlanan algoritm ağac budağı kimi kökdən gövdədən gəlir, iki hissəyə ayrılır. İndi bizə burada şərt verəcək. Birazdan keçəcəm onu. Şərt verir. Ta ki, 5 böyükdür 6-dan. Əgər sənin bu cavabın doğrudursa, hə ilə gedəcəksən, hə budağından. Səhvdirsə, yox budağından gedəcəksən. Deməli, budaqlanan algoritmdə iki mümkün haldan biri mümkündür. Yəni, ya hə, ya yox. Xətti algoritmi, yəni bircə istiqamətdə gedə bilərsən. Dövrü də adı üstündədir. Dövr eləyə-eləyə məsələlər həll olunur. Algoritmin xassələrinə baxaq. Qəbul 2026-cı ilin fevral imtahanında, 2025-in yay imtahanında düşmüşdü xassələrindən sual. Algoritm hansı xəssələr var? 1. Diskretlik. 2. Başdan birinci müəyyənlik yazaq. Müəyyənlik. Diskretlik. Kütləvilik. Və nəticəvilik xassələri var. Baxın, sadə bir dillə sizə izah edirəm. Müəyyənlik nədir? Tutaq ki, orta məktəbdə kimsə hansı bir müəllim dərs keçir, riyaziyyat müəllimini götürək. Onun yazdığı heç bir məsələni başa düşmürsən. Yəni, müəyyən danışmıyıb da, ya dərsini başa düşmürsən, ya yazısını başa düşmürsən. Yəni, müəyyən o deməkdir ki, yəni hər hansı bir işin ardıcıllığı elə olmalıdır ki, ona kənardan baxan hər kəs onu başa düşsün. Buna deyirlər müəyyənlik. Və diskretlik nədir? Bax, bunu diskret sözündən qarışdırmayın, rica edirəm. Əsas anlayışda diskret sözü var idi. Təkrar da sual cavab eləmişdik. İnformasiyanın forması idi. Elektron qurğular vasitəsilə ötürülən informasiyadır. Diskretlik isə algoritm aid olan bir şeydir. Diskretlikdə belə bir şey var. Bax, tutaq ki, dərs izah edəndə bir riyaziyyat müəllimi tutaq ki, hansı bir tənliyi izah edir. Birinci hissəsini izah edir, yekunlaşdırır, nöqtəsini qoyur. Uşaqlardan soruşur, başa düşdünüzmü? Sonra keçir, ikinci hissəni izah edir, nöqtəsini qoyur. Üçüncü hissə, əl-qərəz addımlarını yekunlayır. Bax, buradan nümunə götürək. Diskretlik odur ki, hər bir addım müəyyən yekuna gəlib çatmalıdır. Təkrar edirəm, diskretlik xassəsinə görə görülən iş addımlara bölünməlidir və hər bir addımın da sonu olmalıdır. Nəticəvilikdə də son sözü var. Bunu qarışdırmayaq. Son nəticə sözünə baxın. Bax, tutaq ki, biz yazmışıq, bəlkə misala qayıdıram. 3x çıxaq 5 bərabərdir 10. Tutaq ki, 3x bərabərdir 15, x də bərabər 5. Baxın, mən axırda nə aldım? 5 aldım, düzdür? Mənim bu nəticəmdir. Sonu nəticəmdir, nəticəvilikdir. Mən bu nəticəyə gələnə qədər bunun birinci hissəsi, bunun ikinci hissəsi və üçüncü hissəsi. Nəticəyə gələnə qədər işlərimi müəyyən mərhələyə bölmüşəmsə, işlərimin hər bir addımını sonlamışamsa, bu diskretlikdir. Fərqi nətər başa düşdük? Diskretlikdə hər bir addımın sonudur. Nəticəlikdə ümumi algoritmin sonudur.
Və kütləvilik nədir? Bax, kütləvilik, gəlin burada izah edeyim. Kütləvilik odur ki, hər kəs başa düşsün algoritmi. Yəni dilindən, dinindən heç fərqli olmayaraq da, yəni hər kəs dünyanın hər yerində başa düşülən algoritm olsun. Və məsələn, riyaziyyatda Pifaqor teoremi deyilən bir şey var. B kvadrat üstə qədər kvadratı bərabərdir s kvadratına. İndi riyaziyyatla əlaqəmiz yoxdur, indi buna gətirirəm. Bu təkcə Azərbaycan üçündür. Yox. Hər kəs, bütün dünyada hamı düzbucaqlı üçbucağı bununla həll edir. Bu bir dənə düzbucaqlı üçbucaq üçündür? Yox. Kütləvi şəkildə hamısına aiddir. Və yaxud da trigonometriyada nədə. Baxın, kütləvili odur ki, bunu dünyanın hər yerində istifadə eləsinlər. Hamı da başa düşsün. Hamı da istifadə edən olsun. Buna deyirlər kütləvilik. Gəlin ümumi xassələrimizi təkrar edək. Bir də bir qeyd yazım ki, müəyyənliyin ikinci adda qabağınıza çıxa bilər. Determinlik xassəsidir. Determinlikdə algoritm hər bir addımı başa düşülən olmalıdır. Diskretlikdə hər bir addımın sonu olmalıdır. Kütləvilik hamı tərəfindən istifadə olunan və hamı tərəfindən başa düşülən olmalıdır. Nəticəvilikdə isə ümumi algoritmimizin sonu olmalıdır. Sonra algoritmin gəldik təsvir üsullarına. Hansı təsvir üsulları var? Algoritm sözlərlə, təbii dillə, psevdokodla, bloklarla, blok sxemlə, bir də proqramla təsvir oluna bilər. Baxın, sözlə təsvir nə deməkdir? Bax, məsələn, mən tutaq ki, mən sizə soruşuram ki, algoritmini denən mənə. Başlayır ki, müəllim, səhər yuxudan dururam, nə bilim, ondan sonra biraz telefonla oynayıram, axşam olur, təzədən də yatıram, heç bir işlə məşğul olmuram. Söz nədir? Görsən? Bir də var, psevdokod nədir? Psevdokod, buna deyirlər, bu təbii dildir söz. Bu isə formal dildir. Nə deməkdir formal dil? Hamınız istifadə edirsiniz, narahat olmayın. Bax, məsələn, salam sözünün salama şəklində yazılması, təşəkkür sözünün təşəkkür şəklində yazılması, necəsən sözünün necəsən yazılması. Siz daha çox bilərsiniz. Bax, bu sözlər ki var, qısaldılmış sözlər. Buna deyirlər formal dil. Niyə formal dil? Təbii dilin, yəni sözün formaya salınmış versiyasıdır. Buna deyirlər psevdokodla təsvir olunma. Yadınızda qalar. Psevdokod nə idi? Təbii dilin formal dilə salınması. Bildiyimiz o məşhur sözlər. Blok sxemlərə ayrıca gələcəyik. Proqram isə insanlarda olmur. Kompüter üçün nəzərdə tutulub. Kompüterdə algoritmlərin icrası. Baxın, burada yazıram, qeyd yazıram. Siz də dəftəriniz var, sonra qeyd yazın ki, blok sxem ən kütləvi üsuldur. Ən kütləvi üsuldur. Yəni kütləvi xassəsini ödəyən yeganə budur. Məsələn, indi mənim testlərim işləndə görəcəksiniz, orada yazmışıq ki, aşağıdakı algoritmin hansı üsulu kütləvi xassəsini ödəyir. Çox adam sözü götürür. Deyir ki, müəllim, məsələn, mən danışıram, hamı başa düşür də. Kütləviyə nə dedim? Dünyanın hər bir nöqtəsində. Bir fransız səni başa düşməyəcək. Bir rus səni Azərbaycanda başa düşməyəcək. Elə bir üsuldan istifadə etməlisən ki, hamı səni başa düşsün. Dünyanın hər bir nöqtəsi. Kütləvi odur. Blok sxem. Blok sxem niyə kütləvidir? Bax, indi konkret olaraq bəzi blok sxemləri yazacağım. İmtahana da düşüb, düşəcək də. O blok sxemlərdən istifadə edəndə hamı bilir ki, bu nədir? Deməli, ellipsis formasında bir dənə fiqurumuz var. Bunun adı başlanğıc fiqurudur. Sonra paraleloqramımız var. Bunun adı daxil etmə blokudur. Buna aid misallar işlənəcək. Darıxmayın. Düzbucaqlımız var. Bu hesab blokumuzdur. Rombumuz var. Bunun adları şərt, seçmə, məntiqi blokumuz var. Bir də belə bir blokumuz var. Bu çap blokumuzdur. Bir də belə bir blokumuz var. Bu da proqramlar üçün nəzərdə tutulur. Proqramlar üçün nəzərdə tutulandır. Bir də o ellipsisi yenidən axırda çəkirik. Bu da sondur. Ellipsis həm başlanğıcdır, həm son fiqurdur. Bir də modifikasiya var, onu da çəkirəm. Ya ekran screenshot götürərsiniz. Modifikasiya. Bax, bunu niyə yazıram adlarına, niyə çəkirəm? İmtahanda olduğu kimi mən nətər yazmışamsa, bloku göstərir, deyir ki, bu blokun adını və funksiyasını göstər. Bax, beləcə olduğu kimi orada şəkillərdə görəcəksən. Ondan da əlavə testlər işləyəndə biz bu bloklarla hərəkət edəcəyik. Baxın, indi bir fransız öz dilində bilsə ki, bu
Blok nə işi görür? Biz Azərbaycanlı biz bilsək ki, bu nə işi görür? Bu olur kütləvi də, hamı başa düşür. Yəni söz nə psevdokod, nə proqram, proqram ümumiyyətlə insan aidiyyatı yoxdur, onu heç bura qatmayaq. Görürsüz, kütləvi olan bir dənə nədir? Blok sxemlərdir. Bunu yadınızda saxlayın. Sonra keçdik algoritmin nəhayət məsələlərinə. Algoritm məsələləri çox sadədir. Mən deyərdim informatikada ən rahat, əsas anlayışdan da, say sistemindən də asan olan algoritmdir. Algoritmlər məsələn bizə kəmiyyətlər verir. X bərabərdir 5, Y bərabərdir 7, X bərabərdir X vuraq Y-ə, Y də bərabərdir tutaq X çıxaq Y-ə. Yekunda bizdən soruşur ki, X plus Y cəmini tap. Özümə bir misal qurdum. Baxaq. Baxın, sadə bir məntiqlə, ardıcıllıqla veribdirsə, x-in başlanğıc qiyməti nədir? 5. Y-in qiyməti nədir? 7. Gətir burada x-ə təzə qiymət tap da. X-i y-ə vur. Əldə x də var, y də var. 5-i 7-yə vursan nə alacaqsan? 35 alırsan da. İndi x-in təzə qiymətini tapırsan, bax, 35. Təzə gəlib köhnənin başına daş salırıq. Getdi. Bax, indi təzə qiymətini gətirib yerinə qoyuruq. 35. Y-ə təzə qiymət tapırıq. Çıxaq. Y-in qiyməti nədir? 7. 35-dən 7-sini çıxırıq, tapırıq 28. İndi x-in qiyməti olub 35, y-in qiyməti olub 28. Aparırıq burada misalda yerinə qoyuruq. 35 üstə gələk 28 cavabı bizim cavabımız olur. Bax bu tip algoritmin ən belə deyək, əsas üsuludur. Başa düşdük bu gedişi nətər olur. Yerinə qoyuruq. Əsas məsələ təzə qiymət tapanda köhnə qiyməti atırıq, köhnəni işlətmirik. İndi başqa bir misala da baxaq. Məsələn, deyir ki, A bərabərdir 5-ə, B bərabərdir A-ya, təzən C də bərabərdir A vuraq B-yə, sonra da nə bilim, deyir ki, D bərabərdir C plus A plus B-yə, sonra şərt verir ki, əgər C kiçikdir D olarsa, tap ki, C plus D-yi, əks halda D plus B-ni. Baxın, algoritmdə qəbul 2023, 24, 22 bunlar sırf bu tipdən istifadə olunurdu. İndi biraz müasirləşibdi, onlara da gələcəyik. Nə cür həll olunur? Rahatdır. Bayaqdan işlədiyimiz kimidir. Bax, deyir ki, A-nın qiyməti 5-dir, düzdür? B də A-ya bərabərdir. Bu nə deməkdir onda? Yəni, B də 5-dir də, B-nin də qiyməti 5-dir onda. Bir-birinə bərabərdirsə, onda B-nin də qiymətini 5 yaza bilərik, rahatlıqla. Sonra deyir ki, A-nı B-yə vur. 5-i 5-ə vursaq nə alacaq? 25. 3 dənə kəmiyyətin üçün də qiyməti var. İndi D-yə qiymət tapırıq. C plus A plus B. C-nin qiyməti budur. 25. A-nın qiyməti budur. 5. B-nin qiyməti də budur. 5. Toplasaq aldıq nə? 35-i. İndi məsələ nədən ibarətdir? Bax, burada bizə bir şərt verir. Şərt özü deyil. Deyir, əgər budursa bunu həll elə, bu deyilsə də bunu həll elə. Bax, indi nə deyir? Deyir, C D-dən kiçikdirsə, D-nin qiymətini gətir yaz yerinə. 35. C-nin qiymətinə bax 25. Əgər sənin şərtin düz olarsa, yəni cavab şərtdən hə çıxarsa, onda olarsan qabağını həll elə. Yox, sənin bu şərtindən cavab yox çıxarsa, yəni desən ki, 35 25-dən böyük deyil, kiçikdir, onda gəlib bunu həll edəcəksən. Vəssalam. Mən də şərtə baxıram ki, şərt düz deyir. 35 25-dən böyükdür. Onda buranı həll edəcəm. Yəni C ilə D-yi toplayacağam. 35 plus 25-i toplayıb 60 cavabını yazacağam. Bu tipi də başa düşdükmü? Qaranlıq qalırsa soruşun. Qalmırsa əla. Keçən onda testlərin üzərindən nümunələrlə işləyə-işləyə gedək. Nəsə yazıbsınız ora, baxacağım, bir dəqiqə o PDF açsam. Yoxsa PDF açdım. Mənim axşamınız xeyir. Axşamınız xeyir. Bir sual verin, mən məsələşməyin amma. Niyə söhbətləşirsiniz? Hansı dərsdir ki, bu mənim bu? Baxıram. Algoritmlər. Yeni dərs sonda bu. Bu 1-5 qrupunda mən əvvəllər düşünürdüm ki, təkrar gəlin. O da əksər adam qoşulur 3-7-yə, 1-5-ə 3-4 adam qalır. Ona görə həftədə 4 dəfə eləyəcəm. 4 dəfə. Hamısında da təzə dərs keçəcəm. Mən qabaqdadır da, belə çıxır ki. Ki bu qrupu saldım qabağa, hə. Deyirəm də, baxıram fəndə, deyirəm, algoritm olur, heç tanış gəlmir.
Yox, təzə dərsdə hər gün təzə bir nələr öyrənək ki, ayın 13-cü 17 gündən sonra mən gedirəm Elmira müəllimə gəlir. Onunla da sözümüz tutar yəqin ki. Hara gedirsiz ki, müəllim? Yəni mənim dərs müddətimi qurtarır, o keçir də. Bir ay birimiz keçirik, bir ayda birimiz keçirik. Gözümüz təzə öyrəşmişlər müəllim. Allah canınızı sağ He, olsun. o danışığımız elədir. Bir ay birimiz keçəcək, bir ay birimiz. İndi yəni mən buradayam da, lazım olar keçərik. Çox sağ olun. Siz də sağ olun. Yaxşı, bax, indi 70-ci sual bu tipdəndir. A qiyməti 1, B-nin qiyməti 2. İndi şərtimiz var, var. Deyir ki, 1 2-dən böyük bərabərdir. Düzmü deyir ay Xaliq bunu? 1 2-dən böyükdürmü? Şərt səhvdir. Onda 10-danı silirik. Gedirik nəyə həll edirik? Əks haldan həll edirik. Onda B nəyə bərabərdir? A-ya. Yəni B bərabərdir 1. Çətindirmi sizə Allah bu? Bundan asan nə var ki? 71. Deyir x 5'dir. Dap yaxşı 5 olsun da. Misal 2 dənə şərt verir. Şərt 1, şərt 2. Deyir ki 5 5-dən böyükdür. 5 5-dən deyil. Böyük deyil. Getdi. Sildi şərt. Sonra birincidə yoxlayırıq. Deyir 5 5-dən kiçikdir. Buna görə səhvdir, amma 5 5-ə də bərabərdir deyir. Düz deyir də. Bunda x-in yerinə gətirib 5-i qoyaq. 5-in kvadratı 25 olar. Üstə gələk 5-i də yazsaq 30 olar. Cavab gedəcək D variantına. İndi hazırsınızsa sizə misal veriyorum. Biraz çətinlik verim də onda. 68. Elmira müəllim də savadlı müəllimdir. Ümidvaram onunla da yola gedərsiniz. Gedərsiniz də mi getmişsiniz? Səmimi etiraf edin. 3 fənin içində ən yaxşı, ən rahat öyrəndiyiniz hansıdır? İngilis dili olar. İnformatikadır mı? Eləmi? Xanım yazır ki, məntiq. Məntiq də rahatdır, amma mən informatika daha belə rahat şəkildə siz başa salsınız deyə mənə rahat gəlir. Bilirəm. Ölkənin bir dənə nömrə bir məntiq müəllim varsa, o da sizin müəllimdir, Maksud müəllim. Vəssalam. Başqa bir adam tanımıram üstünə. Baxaq. Deyir ki, nə deyir? Deyir ki, A-nın qiymətini 5 veribdir. Allah canını sağ eləsin. Davamına baxaq. B-nin qiyməti 7-dir. Şərtdə yoxlayacağıq. 5 7-dən böyükdürmü? Şərtimiz çıxdı səhv. Onda bunu həll eləmirik, silirik, gedir. Əks haldanın qabağına baxırıq. B bərabərdir 2 vuraq A-ya. B-nin qiyməti nə idi? 7. Daha doğrusu A-nın qiyməti 5 idi. 2-yə vursaq 10 edəcək. İndi A ilə B-yi toplayacağıq. Bax, B-nin təzə qiymətini qoyuruq ha. 7-ni atırıq gedir. B-nin qiyməti 10-dur, A-nın qiyməti 5-dir. Toplasaq 15 alacaq. Çıxdı getdi. Bax, qəbul 2024-də sırf bu tipdə belə bir sual düşmüşdü. Yəni bunu bir balla yandıran adam daha getsin diplom qoysun harasa kənara bir yerə. Onu 2 vurduq aya. Evet, açdım. Bəli. Yaxşı, şimdi keçək biraz levelimizi çətinləşdirək. Dedim axı biraz müasirləşibdi bunlar. Çətin də dediyim gözünüzü qorxutmayın, rahat bir şeylərdir. İndi burada biraz riyaziyyat ortaya girir. Deməli, belə bir algoritm var. Bayaqdan öyrəşmişik ki, yuxarıdan aşağı gələk. Amma indi işlər dəyişir, aşağıdan yuxarı gedəcək. Hansı halda? Bax, bu sözü görsək, nəticəsində sözü görsək. Deyir ki, algoritm yerinə yetirilməsinin nəticəsində y 20 qiymətini almışdır. Başlanğıçda olan x nəyə bərabərdir? Sual gözünüzü qorxutmasın. Nə deyir? Deyir, nəticədə y 20 almışam. Düzdür? Gətir yaz yerinə 20. Və bir də bu misal tiplərində siz heç vaxt bura qiymət yazmırsınız. Ancaq qiymətlər bura yazılır. Təkrar deyirəm. Nəticədə deyirsə, nəyin nəticəsi deyirsə, bura yazsan qiymətin öz yerinə və xəttin sol tərəfinə yazsın. Sağına gətirib yəni bu y-lərin yerinə 20 yazmaq olmaz. Misal həll edəməzsən, batarsan. Deməli, qıraqda yazırıq ki, y-in qiyməti 20-dirsə, yazıram 20 bərabərdir. X çıxar y. Heç nə demədim, bunu çıxartdım qırağa.
Və bir addım nərdivan kimi başa düşün, yuxarı qalxıram. Burada x var, bəyə nəyə bərabərdir x? 30 çıxaq y-ə. Burada bu x-i görürəm, görürəm. İndi aparıram, silirəm o x-i. Gətirirəm yerinə, buradakı qiymətini yazıram. Yəni 30 çıxaq y çıxaq y. Bura qədər aydındırmı mənim getdiyim yollar? Bax bir də deyirəm. Təkrar deyim ki, yadınızda qalsın. Biraz çətin tipdir bu. Bu lövhədə getmir. Bu ana dərsin ortasında yox. Hə. Deməli nədir? Lap nəticədə aşağıda y qiymətini yerinə qoyduq. Bir adım yuxarı qalxıb ikisi gətirdik yerinə qoyduq. Vəssalam. İndi təmlikdir. 30-u keçib bu tərəfə mənfi 10 olsun. Mənfi 2y olsun. Y bərabər olsun müsbət 5-ə. Bax bu 2 addım qurtardı. Bir adım yuxarı qalx. Demişdim qiymət hara yazacaq? Bura. Yaz y-in yerinə 5. Bu da bu 5-i. Bərabərdir x plus 2-yə. X də bərabərdir 3-ə. Cavab E variantı. Birini də izah edirəm. Tələsməyin, darıxmayın. Öyrənənə qədər izah olacaq. Bax, məsələn, 111-ə baxın. Deyir ki, nəticədə 10 almışam. Yaz nəticəsinə 10. Bunu gəl çıxardaq qıraqda yazaq, qarışıqlıq olmasın. 10 bərabərdir x plus y olacaq da bu. Burayla işimiz qurtardı. Bir adım qalx yuxarı. X burada nəyə bərabərdir? Y üstə gələ 2-yə. Gəl bu x-i sil. Bunu sil. Özü deyir ki, y plus 2-yə bərabərdir. X yaz onun yerinə o qiymətini. 2 dənə y-in burada var. Üstə gələ 2 var. Bərabərdir 10. Bu 2-yi bu tərəfə atlatsan 2y bərabərdir 8, y bərabər 4 alarsan. Burayla da işin qurtardı. Bir adım da yuxarı qalx. Y-in 4 qiymətini gətir yaz yerinə. 4 bərabər x çıxaq 1, x də bərabər 5. Bu tiplə yekunlaşdıq. Verirəm sualı sizə. Başa düşdükmü? Kimdə nə qalıbsa soruşun. Şamba. Axırıncını deyərdim istə. Y4-ü Başa bildim. düşdüm onu. Bax, y-in 4 qiymətini bildiniz. Bu hardan alındı? Bildim. Sağ tərəfə qiymət qoydum. Aparıq burada yerinə y-in qiymətini burada 4 olaraq yerinə qoyuruq. 4 bərabərdir 2 çıxaq 1. Biz də o tərəfə keçirik 5. Hə, bu olmaz ki, y-lərin hamısı yerinə qoyaq. Yox, yox, alınmaz onda. Ben de nə dedik başlanğıçda? Dedik ki, ancaq bu tərəfə yazılır. Bir dənə cəhd eləyin. Cəhd eləyin 112-ci suala. Həyat riskləri sevər. Risk edin suala. Özünüzü qorxutmayın. Sual sizdən qorxsun. Sən pəncərəni götürmək istə. Görüm götürülürmü bu pəncərədə Masum Xarafolov. Salam aleyküm. Qardaşlarım, mən dərslərimdə qoşulmurdum aslında. İstəyirəm, işdə olmam. İnşallah sentyabrdan sonra gəlib dərslərə qoşulacaq Mustafa olsun. Qoşulmasın. 10 ilin qrupdan çıxmışam, məsələlər görürəm. Yəni mən dərsə girmirəm, ona məsələlər gəlir. İnşallah sentyabrda qoşulacaq. Allah canını sağ eləsin. Neşnə. İnşallah qoşularsan. Prosto bizə də bizə biraz təsir edir. Bəlkə kimsə xəbər eləməmiş çıxanda mən ona görə sahib əsas atdım. Eybi yoxdur. İnşallah sentyabrda görüşərik. Mən istəyirəm Ayşə Şixaliyeva bizə bu sualı izah eləsin. Bir dəqiqə gözləyirlər. Yaxşı. X 1 eləyir. İstəsə qoyulsa. Qoy Ayşə izah eləsin görək. Ayşə de görüm. Demirsə verirəm başqa adama. Gülnar. 12 bərabərdir. Aha, de görək. Plus y eləyir. Sonra. X-i yuxarıda y plus 4 yazdıqlarına görə aşağıda yerinə qoyacaq. Qoyduq. Buradan da 2y üstə gələk 4 bərabərdir 12. 2y bərabərdir 8. Y bərabər 4 aldınız da, düzdürmü? Bəli. Əsl. Aparıb yerinə qoysaq 4 bərabərdir x minus 3.
X də bərabər 7 eləyir. 3 o tərəfə keçəndə müsbət olur. A variantı yazanlar, 1 yazanlar. Can sağlığı eyb yoxdur. 113. Olacaq ay gün. Mənim elə bir dərsim var mı ki, qaysız olsun? Müəllim, onu yazmadan deyim mən elə. Qoy yoldaşlar yazmaq istəyir, yazsınlar. Sonra. Mənim qaysız dərsim olmur ay Aygün xanım. Necə Türkan xanım? İşte cevap ne çıktı bayaq yazdığınızda? 7, 7. Ha, bərabərlik keçirəm. Bəli, bəli. Xalq, sən Gəncənin tələbəsən, eləmi? Yox, mən 60-am axı. Şamaxı, hə. Qarabağlıyam. Lap gözüm. Adıpı Şamaxım demək olar 80% mən hazırlamışam hangisi. Həqiməli. Hə. Sizin təşkilatçınız var, Nuranə xanım. Ben Nurhanə Mirzayeva. Hə, odur. Gilə Varidağayeva. Yox, onu tanımam. Ondan sonra Nicat var. Çox deyil. Nicat hansı Nicat? Cabbarov. Hə, sana yaşlı sağ ol. Qəbul olmadı mən. Oxumur da, qoşulmur da dərsə. O da deyirdi, bizə deyirdi ki, nə sınaqlardan belə yazıram, belə yazıram. Mən də hər şey deyə bilərəm, nə olsun ki. Hə, o bizə bir hava atırdı, Allah hamd olsun. Yəni deyirdim ki, 60 pay, 70 pay yığacaq. Nə Beş də bilim, maaşı var. belə deyək, pafos insanı uçuruma aparır. Hə, o elə idi o uşaq. Pafos insanı uçuruma aparır. Məqsədsiz insanlar həmişə elə olur. Nəysə. Günlar deyilsin. Müəllim, burada 7-ni Y-in yerinə qoyuruq. 17-ni. Yazırıq ki, 17-ni, hə. 17 bərabərdir. X-in yerinə də Y-i qoyduğumuz üçün Y üstə gələk 1, üstə gələk Y. Burada da 17 bərabərdir 2 Y. Y də bərabərdir ilə 8. Aha. 8-i qoyuruq Y-in yerinə. O, X də bərabərdir 6. Əla. Bu tipi hamı başa düşdü mü? Kimdə qaranlıq qalırsa soruşun, imtahana düşür ablar. Gedək levelimizi çətinləşdirək. Sağ olun. İnformatikada asan mövzular var. Biri də algoritmdir. İnformatika ümumiyyətlə çətin yoxdur işte. Bir dənə diqqətlə oxuyub araşdırmaq lazım. Yox, bu asandır. Deməli 2026-nın dövlət sınavı, ümumiyyətlə deyim, hər il imtahandan qabaq dövlət sınavı keçirir. Bu ildə yanvar ayının 18-də olmuşdu. 18 yanvar. Mənim video izahım var 18 yanvar sınavına bağlı. Atacağım, baxarsınız. Orada bir algoritm sualı var. Bir dənə də say sistemi sualı var idi. Keçdiyimiz mövzulara aid. Sırf bu tipdən idi. Nədir ki, rahatdır. Deyir, Y-in qiyməti 3-dür. Yazırıq yerinə X bərabərdir. 3 plus 5 bərabər 8. X-ə 8 tapdın. Sonra aşağıda yerinə qoysan. 8 bölə 2, 4 olacaq. Bax, daha 8-i qurdalamırsan. 8 getdi öz işinə. X bərabərdir. 4 plus 3, 7. Daha 4-ə dəymirsən. X də bərabərdir. 7 plus 8, 15. Çıxdı, getdi. Dövlət sınavı sualı idi bu. Çox asan. Bəli, dövlət sınavına düşür bu. Yaxşı. Bloklarla tanış edeyim mi sizi? Eləyək də başlayaq. Yuxarıda bir şey qalmır. Blokları saxlayaq gələn dərsə. Nə tər istəyirsiniz? İstəyirsiniz davam edeyim. Keçək. Yaxşı, keçməyin. 3-cü gündə zaten say sisteminin testlərinə baxacağıq. 5-ci gündə algoritm testlərinə baxacağıq. 5-ci gün algoritm testi, 7-ci gündə hardware başlayacaq. Deməli, algoritm rahatdır. Algoritm informatikadan rahat öyrənəcəyiniz bölmədir. Yəni, gözünüzü qorxutmayın. Hesab da deyim, müəllim, maraqlıdır. Hə, burada bu bloklar var, bayaq yazırdım. Bax, bu blok, məsələn, bu hesab blokudur. Bu da hesab blokudur. Bu şərt blokudur. Bayaq gördüklərimiz. Bu da çap blokudur. Bax, bayaq o
şəklini çəkdim yazdınız. O indi nəyə lazımdır? İndi görəcəyik onları. Bax, özü sadəcə verirsə, deyir ki, S-in qiyməti 2-yə bərabərdir. M-in də qiyməti 3-ə bərabərdir. Ox göstərir ki, bura şərtə gəlmək lazımdır. Yoxlayırsan ki, S-in qiyməti M-in qiymətindən böyükdürmü? 3 2-dən böyükdürmü? Özümüz özümüzə deyirik ki, hə, böyükdürsə aşağı keçirik. Oxla gedirik də. Deyir ki, S-M-ə vur. Riyaziyyatın qaydası var. Birinci vurma üstündür də. S-M-ə vuraq. 2-yi 3-ə vuraq. Alaq altımızı. Üstə gələk S-in qiymətini. Üstə gələk 2-mizi gələk. Bərabərdir 8. Bax, bu 8-i mən S üçün aldım. Deməli, S-in köhnə qiyməti gedəcək. Gəlməzə. İndi keçdik bura. M-in də üstə 7 gələcək. M-in qiyməti 3-dür. Üstə 7-sini gəlsən nə olacaq? 10. Deməli, M-in də təzə qiyməti oldu 10. Sən kənara yazsan, M-in qiyməti oldu 10, S-in qiyməti oldu 8. Ox göstərir ki, gəlməlisən yenidən şərtə. Təzə qiymətlərin var əldə. Nədir o təzə qiymətlər? 10 ilə 8. Gəl bir dəfə də yoxlayaq. 10 8-dən böyükdürmü? Deyirsən, hə. Hə dedinsə, yenə aşağıya düşürsən. S-i M-ə vurursan, yəni onu 8-ə vurursan 80 eləyir. Üstə də S-in qiyməti 8 gəlsən olur. S-in qiyməti olur 88. Bu tərəfə də keçəndə M-in üstə 7 gəlirsən. Yəni onun üstə 7 gəlsən olur 17. Deməli indi S-in oldu 88, M-in oldu 17. İndi şərtlə yenə gedirəm bura, blok sxemə. Yoxlayıram. 17 88-dən böyükdürmü? Təbii ki, yox. Başa çıxdım yoxa, görsən? İndi burada da yoxa gələndə deyir ki, S-dən M çıx. Yəni 88-dən çıx 17-sini. S də bərabər qalsın 71-ə. Vəssalam. Buradan gəlirsən S-in qiymətini soruşur 71. Çətindirmi? Burada alqoritmə fərqli olaraq sol tərəfə qiymət qoyma yoxdur da. Yox, sol tərəfə qiymət qoyma yox. Məsələn, qiymətləri hər dəfə dəyişəcək bu tiplərdə. Məsələn, hə ilə gedirsən, harda ki hə qutardı, yoxa getdi, alqoritm qutardı. Və yaxud da ki yoxla gedəcəksən, yoxla gedəcəksən, harda ki həyə keçdi və sən qiymət əldə olunur. Bax məsələn, bir ikisini izah edeyim sizə tam öyrəşənə qədər. Bu bəsitdir. 117 çox bəsitdir. Deyir ki, A-nın qiyməti, X-in qiyməti, bir də Y-in qiyməti. 6 ondan böyükdürmü? Təbii ki deyirik. Yox. Onda gəlirik 4-ü X-ə vururuq. 4-ü vururuq 6-ya. Bərabər deyirik 24. Çıxırıq ondan üçünü. O deyir 21. Vəssalam. Buradan çıxdıq gəldik A variantı. Bunlar heç bir çətinlik olmayan misallardır. İndi keçirik biraz levelimizi artıra getməyə. Ondan qabaq siz 139-u yazın bir zəhmət. Mənim burada Agün xanım mesajını görməm. Deyir evdə deyil. Tam olar. Qoy bax. Zaten Qoy baxım mən bir də məndən sonra. çıxarıb yazıb görməmsiniz. Aygün burası çıxa bilər, problem yox. Çıxa Aygün, çıxa bilərsən. Ayşə Şıxaliyev, o kitabı mənə atarsan tanış olaram. Rahatdır. S-in qiyməti 30, 67-dən böyükdürmü? Yox deyirik. S-in üstə 5 gəlir, 35 çıxır, gedir. Baxaq görə indi burada nələr var. Bax məsələn, bu da rahatdır. Bəlkə elə bunu da özünüz yazarsınız 144. Birinci vurma sonra bölməkdir, hə müəllim? Eyni həcmdə olan əməliyyatlarda ardıcıl gedəcək. Eyni qüvvədə olan əməliyyatlar ardıcıl gedir. O variantlar göstərir. Dərsdən bir çıxmalar var, ha, tapacağım onları.
Bu nədir? Deməli, Bahar izah eləsin Sərkərzadə. Bəli, müəllim. Ən başdan başlayırıq. A 30-dur, B 6-dır. Sonra A-nın amma qiyməti dəyişir. Çünki 30-u bölürük B-yə, yəni 6-ya, eləyir 5, vururuq 5-ə 25. Aşağıda da şərtdə soruşur. 25 kiçikdir 6-dan. Yox. Keçirik digər tərəfə. C də bərabərdir. 25 çıxılsın. Çünki A-nın ən son qiyməti 25 idi. 4 vurulsun 6. Yəni 25 çıx 24 də 1. C-nin ən son qiyməti 1. Əhsən. O başqa qiymətlər yazanlar, bu əmək burada, yəni əminəm ki, səhv edirsiniz. Baxın, toplama və çıxma eyni qüvvədə əməliyyatdır, vurma və bölmə eyni qüvvədə əməliyyatdır. İkisi də eyni yerdə varsa, fərqi yoxdur, ardıcıllıqla gedirsiniz. Birinci bölmənizi, sonra vurmanızı edirsiniz. Toplama, çıxma ikisi də ardıcıl varsa, birinci toplamanız, sonra çıxmanız və yaxud da tərsinə də ola bilər. İndi məsələ nədən ibarətdir? Məsələ ondan ibarətdir ki, bəzi çətin tipləri də, çətin deməyək, dolaşdıran tipləri var onların. Hətta 2021-də bir algoritm düşmüşdü. 20 dəqiqə vaxt aparan idi. Çox adam onu buraxmışdı. Testləri işlədikcə baxacaqsınız, yalnız öyrəşdikcə o tiplər də sizə rahat gələcək. Yəni, bu pəncərəni mən yuxarı edeyim. Məsələn, ondu karakterim. Az karakterin ağarsın. Bir şeydə gördüm, mənlə beraber işləyir. Var modifikasiya adımı? Yox. 175. Siz yazacaqsınız. Kompüter özünə gəlsin. Ekran getdirəm sizə yenə. Xeyr, müəllim, göstərir. Riyaziyyat nədənsə çox adamı yararlayır. Mən özüm də texnik fan üzrə bitirməmişim də, yəni mən humanitar ixtisasım. İnformatikanı sonradan öyrənmişim, ikinci ixtisas yəni. İxtisasım dil ədəbiyyatdır. Bakalavr, magistr. Bəlkə də şoka düşərsiniz ki, nə əlaqəsi? Mənim dövlət bələdiyyə idarə etməsi üçün nə qədər bal lazımdır? Pulluda, pulsuzda Rayonlarda bir fərq yox mənim qaçqınıq biz. 60 baldan yuxarı. Rayonlarda belə. Pullu 60-dan yuxarı, pulsuz 75 falan belə. Yox, mən pulsuz fərqlənmir. Bizim Maksud müəllim oranı bitiribdir. Dövlət və bələdiyyənin idarə edilməsi gənclərlə iş 2 ixtisas bir aradadır. Mənim baxdım axı 55 bal, 54 bal, yəni elə var idi. O hava ağında. Keçən il deyəsən. Bəlkə də bölgələrdə olar. Bakıda 60-dan Yox, yuxarı. Bakı yox, mən Bakı bölgə məsələn Qazaxda ada kimi yeyir və ya da Mingəçevirdə. Adanın ümumiyyətlə, gəlindən sizə məlumat verim, məlumatınız olsun. Ada fevralda imtahan olandan sonra, cavablar çıxandan dərhal sonra qeydiyyat aparır. Yəni, daha ixtisas seçimi iyuna yolu gözləmirsə, kim adada oxumaq istəyirsə gələcəkdə. 40 balı keçdin, ada qəbul eləyir. Bir dənə orada əsas dil məsələsi var. İngilis dilindən GVC yazmalısınız. Kim orada oxumaq istəyirsə adada. Tutaq fevralın 15 imtahan oldu. Var, fərqi var. Onun fərqi var Nazlı. Deməli, fevralın 15 imtahan oldu. Martın 2-si də cavabın çıxdısa, 5-i gedirsən, yaxınlaşsan adaya, ərizə yazsan ki, mən burada oxumaq istəyirəm. Onlar da sənin balına baxırlar, ixtisasına baxırlar, qiymətləndirirlər, müsahibəyə çağırırlar sizi. Adada magistr oxumaq işləmək kimi bir şeydir. Staj da yazırlar 2 il müddətində. Yəni, adanın magistrini bitirmək, təsəvvür eləyin ki, Neft Akademiyasının, nə bilim, belə haranın 4 illiyini, 5 illiyini bitirmək deməkdir. Yəni filialına fərq yoxdur mənim. Heç bir filial fərqi yox. Gəncədə də açılacaq filialı, Qazaxda var. Gəncədə tikinti təmir gedir. Bu il çatmayacaq. 2027-də açılacaq bu ehtimal. Yəni ödənişli onun filialı. Ödənişlidir. Belə deyək də, baldan asılıdır. Tutaq ki, yüksək balla seçsənsə ödənişsizə düşəcəksin. Aşağı balla yığsansa ödənişli. Şeydir, yəni deyir ki, qaçqınlıq hüququndan 3 dəfə istifadə edə bilərsən. O fərqi yoxdur. Qaçqınlıq hüququndan həmişə istifadə edə bilərsən. Onun kimi. Yox, 3 dəfə haqqın var. Yəni təhsildə hə. Təhsildə hə, bakalavr, magistr və doktorant. Əvvəlsəm ondan o tərəfə də yoxdur da, dövlətin alırsan.
Bəli, fərq edir az. Magistrda qaçqınlara, ümumiyyətlə qaçqınlar hər dəfə. Yox, hələ lazım. Qaçqın olmaq istərdim müəllim. Onlara fərq. Köçdükdən sonra Allah heç kimə elə şey qismət eləməsin. İndi siz belə statusları nəzərə alırsınız, onun çətinliklərindən xəbəriniz yoxdur deyəsən. Nəsə Bəli. 175-i yazıbsınız. Ne demek isteydim? Ben Hasan yoldaşım vardı. O magistrda demişti ki yani MBA eləsən, öz ixtisasında olsa, yani pulu özün ödəyirsən də, yəni dövlət ödəməyəcək. Yine bir söz eşitmişdim. Qaçqınlıq statusu olanlarda. Bəli, bəli. Yox, qaçqınlıq statusun varsa, sən MBA-da da oxusan, öz ixtisasında da oxusan, pulluya düşürsənsə, dövlət qarşılayır onu. Sadəcə olaraq özün fəal olmalısan. Bax, məsələn, mənim keçən bir tələbəm var idi, qaçqın idi. Getmişdi Gəncə dövlətdə, deməmişdi qaçqın olduğunu. Onlar da sistemə vurmamışdılar. Bu da ödüllü təhsil. Mənlə oturub söhbət edəndə dedim, sən təhsil haqqı edirsən? Dedim, naxaq. Yəni, getdi təzədən baş binə mən universitetə zəng elədim. Onun ödənişini geri qaytardılar. Şimdi bizə sənət təqdim eləmişsən, magistrda, yəni Bəli. o Bəli, məsələn. o Bazı klinikada sosial fondda da verilir. 9000 mən qabaq salıb, sağ olsun. Ali Vernarə deyir, Ada Qazax filialında qeydiyyatdan keçmək üçün, bəli, 100 manat ödəniş ödəyirsən, sonra da müsabiqəyə gəlirsən. Yani adam pulsu ne kadardı ki? Falan. Valla, mənim ora birinci il, bu il qəbulum olubdu. 54 baldan posta düşən tələbəm var ora. Harca bir il 6 nəfər tələbəm ora qəbul oldu. Hansı ixtisaslar mən? O tələbə dil ədəbiyyat müəllimliyi idi. Deyəsən dil ədəbiyyatla bağlı nəsə qəbul oldu. Mənim ixtisasım fizikadayım, amma MBA bir şeydir. Yəni, bal cədvəlində adını görmürəm. Qoy bunu izah edeyim, davam edək söhbətimizə. Ya. Mən niyə izah edirəm ki? Xeyr, değil mi? Hava Mürsəlova dura-dura mən niyə izah edirəm? Havada görürəm. Deməli, Değil mi? P bərabərdir 3 veribdir. Onda 3 vururuq 4-ə, 12. 12 193-dən kiçikdir, hə yoluna Bir dəqiqə gedirik. hava, çox üzr istəyirəm. Mən bu kompüterin nəsə gələn güclü çox düzəldim. Aha, nətər dedin? P bərabərdir 3 veribdir. Aşağıda 3 vurulsun 4, 12. 12 193-dən kiçikdir, hə yoluna gedirik. Sonra 12 P-nin qiymətidir. P 12 vururuq 4-ə 48. 48 193-dən kiçikdir, yenə hə yoluna gedirik. Sonra 48-i vururuq 4-ə 192, yenə hə yoluna gedirik. Sonra da bir də 4-ə vuranda 768. O da Əla. yox olur. Deməli, üçüncü mənim yadıma salın, burada bir tip qalıb, modifikasiya qalıb. Yadıma salarsınız, modifikasiyanı bugün desəm deyim. Bəli. O bir söz deyim. Bu 78-də i-ni həm 5 veribdir, həm bərabərlik veribdir, həm işarə veribdir. Qoy deyim də, onu da deyim. Yaxşı. Bu misaldır, ha? Deməli, B-nin qiyməti 3, D-nin qiyməti 5-dir. Gətiririk, burada yoxlayırıq. 5 8-dən kiçikdirmi? 5 8-dən böyükdürmü, daha doğrusu? 5 8-dən böyük deyil, yoxa gəlirik. B-ni i-yə vururuq. 3-ü 5-ə vururuq. Eləyir 15. B-nin qiyməti getdi köhnə. I-nin üstə 2 gəlirik. I-nin qiyməti 5-dir. Üstə 2-sin gəlsin 7 eləyir. I-nin deməli 5 qiymətdə getdi. B oldu bərabərdir 15, i də oldu bərabərdir 7. İndi aparıb 7-yi yoxlayırıq. 7 8-dən böyükdürmü, yenə yoxa gəlirik. 15-də 7-yə vuranda nə qədər eləyir? 15-i 6-ya vuranda 90, 105 eləyir. Buraya yazırıq 105-imizi. İnin də üstə 2-sini gəlsək 9. İndi aparırıq yuxarıda inin 9 qiymətini yenə qoyuruq. 9 8-dən böyükdürmü? Hə deyirik. Keçirik bura. B-nin üstə 2-sini gəlirik. 105-in də üstə 2-sini gələn deyirik 107. Asandır, bəlkə işlədiyimiz tiplərdəndir. Başa düşdünüz, Şambar? Müəllim, orada sadəcə bərabərlik işarəsi mənə çatdı. Böyük bərabər deməkdir. Deməli, gələn dəfəyə qoy göstərim misalın tipini. İzahda kim istəyir baxa bilər. Bu tiplərdir. İ-modifikasiya deyirlər buna. Bir də bunlar qalır. Qrupa yazarsınız, yama birini şəxsimə yazarsınız, nə qalır? Modifikasiya, bir də dövrlənmə. Bu ikisi qalıb, bunları izah edəcəm. İndi sual cavabınıza siz mənə sual verin, nə istəyirsiniz deyə bilərsiniz. Əlif yekunlaşdı. Rekordu dayandırım. Hə, adadan danışırdınız. Ada, yəni oxumaq məsləhətdir.